Tovuzun Nəriman Nərimanov küçəsində baş verən hadisə zamanı basqınçı Telli Qarayevanın evinə girərək onu döyüb, əl-qolunu bağlayıb və pul tələb edib. Qadın döyüldükdən sonra 3 manatının olduğunu, onu da çörək almaq üçün saxladığını bildirib. Yüksək məbləğ əldə edə bilməyən dırnaqarası qəhrəman 3 manat pulu və mobil telefonu götürərək evi tərk edib. Tovuz polisinin keçirdiyi uğurlu əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gədəbəy rayonu Şaxtatlı kənd sakini əvvəllər məhkum olunmuş Elxan Pirverdiyev saxlanılıb. O hadisəni törətməzdən əvvəl Tovuzda yaşayan əvvəllər məhkum olunmuş şəxsin evinə qonaq gəldiyini, yeyib içdikdən sonra onun qonşusuna qarşı quldurluq etdiyini bildirib. Onun əllərini və ayaqlarını telefon adaptörünün şnuru ilə sarıyıb, onu zərərsizləşdirdikdən sonra onda 1000 manat məbləğində nəqd pul tələb etmiş. Sonuncu, həmin məbləğdə pulu olmadığını ona bildirməsinə baxmayaraq, həmin şəxs onu əlləri ilə döyüb, ona bədən xəstəliyi yetirdikdən sonra üstündə gəzdirmiş olduğu bıçaqla Telli Qarayevaya hədə-qorxu gəlib, onu ölümlə hədələyib, ondan 200 manat məbləğdə pul verməyə tələb etmiş. Saat kimdir? Burada bir Tovuzdan, mən bir yerdə bitirmədim. Cəhdə evlərinə gidiyor, işləyik, sınav gününü sonra... Hansı məbləğdə pul tələb edirsin davrandan? Heç müraciət deməmişim, müraciət oluymuş. Bəs o həmin pulu verdi sizə? Xeyr. Nə dedi? Dedi orada 2 manat pulum var. Qaldırmışam, bir çörək pulum, qaldırmışam, bir klyonkanı belə yuxarı. Görmüşəm ki, 2 manat. Masallının Mollaba kəndində isə 38 yaşlı Seyfəli Baxşəliyevə məxsus yaşayış evinə daxil olan naməlum şəxslər oradan 3000 manat dəyərində qızıl zinət əşyalarını, 5000 Amerika Birləşmiş Ştatları dolları və